Hamıya salamlar. Tez mikrofonumu salım, vloga başlayayım. Hər şey ardıcıl çəkməyəndə bəzi izləyicilər mənə əsəbləşirlər. Haqlısınız canlarım mənim, haqlısınız. Nə deyirsinizsə haqqınız var. Bu arada deyirsiniz ki, bu paltarın burada nə işi var? Ümumiyyətlə bu nə paltardır belə, özü tərsinə çönmüş şəkildə qalıb burada. Qızlar, mən hazırlaşırdım ki, durum gedim səhər-səhər dərziyə. Sağ olsun, status paylaşmışdı dərzi ki, bəs açarı itirmişəm, girə bilmirəm işə. Mən də qaldım belə. Adama deyirlər birinci statusa bax, ondan sonra hazırlaş, get. Otaq çox işıqlıdır. Bu otağın gəlin bir dənə işığını yandıraq. Mən otağı ümumiyyətlə sizə hələ evin turunu eləməmişəm. Məni qınayan izləyicilərim var. Deyirlər ki, ay Əzizə xanım, niyə görə? Mən də görməmiş kimi hamısını yandırdım da. Hələ qızlar, işıqlar görsünüz necə göstərir. Bir dəqiqə mən bunu düzəldəcəm indi. Burada da bir işıq var, burada da. Amma burada da bir işıq var. Gəlin onu da yandırım. O da buradan yanır. Baxın, bu da belə bir işıqdır. Yəni ki, işıqlardan boluq. İşıqlar bayaqdan ekrana əsdirir, əsəbləşirəm, yuxarını çəkmək istəyirəm, işıqları amma çəkə bilmirəm. Vloqumuz işıqlarla başladı. Ümid edirəm aydınlıqlı və gözəl bir vloq olar, maraqlı bir vloq olar. Otaqdan otağa gəzirik. Hara gedirsən, hə, Luna? Ev turu inşallah ki eləyəcəm. Sadəcə 1-2 dənə əksikliyim var. Onları gözləyirəm tamamlansın Allahın köməyi ilə. Ondan sonra istəyirəm ki ev turu eləyim. Amma bir dənə bu otağı sizə göstərim ki, bu qapı çöl qapısıdır, yəni giriş qapımızdır. Girdi, burada hamam tualetdir. Daha sonra bura yataq otağıdır. İndi tam ora girmirəm, tam göstərmirəm. Bura uşaq otağıdır. İndi Lunanın otağıdır. Bura isə belə güzgülü bir hissədir. Hansı ki qapıdan çıxanda özümüzü görürük. Bu arada qapı ilə tamamilə üzbəüz deyil. Gördüyünüz kimi bu qapı ilə bu qapı üzbəüzdür. Bu güzgü ondan tamamilə üzbəüz deyil. Deyirsiniz ki, nə dəxil indi bunu bizə niyə dedin ki? Qızlar, baxın, bu bundan üzbəüzdür. Çünki normalda qapı ilə üzbəüz birbaşa olaraq qapını görən güzgü olmamalıdır evdə feng shuiyə görə. Enerji məsələləri var burada. Çox dərinə girmirəm. Beyninizi ağrıtmayın, başınızı ağrıtmayın. İndi fikir verirəm ki, Famil bura maşınını silən bezi qoyub. Sağ olsun. Gözəlliyini pozdu otağımın. Eybi yox. Burada elə demək olar Familin şeyləri də çoxdur. Familin kağızları, saatı, onun ətri. Nə bax. Bütün otaqları gəzdim. Başa düşmürəm, bu pişik nəsə axtarır, amma tuta bilmirəm ki, hələ nə axtarır. Bir də burada da belə bir işığımız var. Belə bir şeydir. Bu otağımız, yəni belədir qızlar. İndi mən bu stulu niyə bura qoymuşam sizə deyəcəm. Luna. Ay Luna. Gör sayırmı məni? Görüşəm qızlar. Çünki indi bura çıxacağam. Mənim boyum çatmır ora. Oradan bir iki şey götürəcəyik. Çıxmışam, indi yuxarıdayam. Gəlin buranı açım. Görək burada nə var. Yadınızda keçən vlogda sizə dedim ki, mən Temudan o qədər şeylər alırdım ki, həqiqətən bəzi şeyləri hələ də istifadə eləməmişəm. Və yadıma gəldi ki, bu mikrofonu mən heç istifadə eləməmişəm. Və düşündüm ki, bu mikrofonu artıq istifadə eləyə bilərəm podkastlarımda. Podkast deyəndə ki, motivasiya videolarımda məncə çox gözəl olar. İndi yoxlayacağım, hələ görüm necə işləyir, tam dəqiq bilmirəm. Əslində bir dəfə yoxlamışım, amma yadımdan çıxıb artıq. Bir də ki, qızlar, sizə dedim də dərzi işləmir. Və yadıma düşdü ki, mənim belə balaca əl maşınım var. Buna baxın. İndi mən istəyirəm ki, bundan paltarımı tikim. Ümid edirəm, çox ümid edirəm ki, pis günə qoymayacağam. Amma bunu istifadə eləmişəm, bəyənmişdim. İnşallah ki, məni yarıdar, biabır eləməz məni. Bu nədir qızlar? Bunun içində nə var bilmirəm. Bunun içində nə var, bu baxın. Sizcə bu nədir? Pişiyim buradaymış. Bu bildiyiniz nədir qızlar? İçinə şam qoyursunuz belə. Pişik oturub sanki ocaq başında. Çox qəşəngdir, çox şirindir. Bunu da Temudan almışdım. Nədən qoyuram içinə? Bunun yerinə bu dəqiqə mənə lazım deyil.
görəndə istəyirəm göstərim. Deyirəm birdən sizə də maraqlı gəlir. Bu bilirsiniz nədir? Paltarların üstündən geymək üçün yağmurluq deyirlər. Azərbaycanda necə gedir? Yağışlıq deyirlər, nə deyirlər bilmirəm. Belə bir şeydir ki, yəni paltarınız yaş olmasın. Hissələrə əlim çatmır qızlar, üzürlü sayın, amma o bilirəm nədir. Bilirsiniz nədir o? Ayaqqabını maşına belə atmamaq üçün içinə atırsınız maşına, paltar yanında yuyulur. Yəni Temunun şeyləridir burada da. Bayaq göstərəndə unutdum deməyi, bu ayaqqabı şkafıdır. Bura ayaqqabılarımızı qoyuruq. Düzdür, balaca şkafdır. Bütün ayaqqabılarımız təbii ki, oraya yerləşmir. Bir hissəsini bura qoyuruq, bu şkafa qoyuruq belə. Şkafı məncə sizə 50 dəfə göstərmişəm. Üst geyimləridir burada. Buranı belə göstərməyim. Mən bilən buranı da sizə göstərmişəm. Buranı da çox elə göstərməyim. Dəsmallardır, burada balışlardır, burada təzə şeylərdir. Bunları bəzilərini açmamışam. Burada nə bilim prostinlər falan, bunları belə bir şəkildə qoymuşam. Burada nə bilim papaqlardır, bir də şərflərdir, belə şeylərdir. Bura yığmışam. Belə qızlar, bu hissəni sizə göstərdim. Buranı da gəlin sizə göstərim. Burada deməli uzun üst geyimlərdir, trench kotlardır. Sonra bu paltolardır və s. Bunları da bu hissəyə belə yığmışam. Belə axıra qədər də elə gedir. Yəni bu yeni ev şkaf baxımından çox yaxşıdır da. Setafilm qalıb burada. Can, burada nə işim var? Aşağı boşdur. Aşağı boş olmağının səbəbi Lunadır. Nəsə qoysaq dağıdır, tökür onsuz da. Burada da belə dekorativ şeylərdir. Ev qoxusudur, hələ də qutarmayıb. Sonra Lunanın əşyasıdır. Çiudur, çiu qalıb orada. Bir də yuxarıda onları famil qoyub, əminsiniz də yəqin ki, mənim əlim ora çatmaz. Ora qoyub bir şamımdır, bir də ki, yadigar bir dənə dekorativ şey var. Onu Avstriyadan, çaşıb Avstraliya deyəcəkdim. Avstriyadan almışdıq. Təqdimatımı bəyəndin? Yoxsa yox? Allah utandırmasın qızlar. İndi mən bu paltarı tikməyə çalışacağım. Görüm nətər alınır, alınmır. İnşallah ki, paltarı da pis günə qoymaram. Bu arada telefonum da donmur. Bilirsiniz necə? Qızır dəhşətli dərəcədə. Təzə başlayıb telefonumun qızmağı. Bilmirəm niyə görə belə olur. Bu dəqiqə yəni əlimdə od tutub yanır da telefon. Qorxuram çəkməyə. Biraz soyusun, ondan sonra davam edeyim. Orada unutmamışkən bunu saxlamışam ki, sizlə bir yerdə açım. Bu YesStyle'ın bağlamasıdır. Gəlin açaq baxaq görək içində nə var. Qızlar yəqin bilirsiniz də YesStyle Koreyadan məhsulları, Koreya məhsullarını orijinal sifariş eləyə biləcəyiniz bir saytdır. Hətta kanalımda da necə sifariş etmək lazımdır qaydası var. Əvvəl bəyan eləmirdik şey kimi idi. Nə deyirlər ona, AliExpress kimi idi. Amma indi bəyan eləmək vacibdir, lazımdır. Ona görə bəyan eləyirik. Onun da qaydasını çəkmişəm. Instagramda da bölüşmüşəm. Gəlin baxaq görək nə almışam oradan. Niyə almışam qızlar oradan? Çünki Bakıda bunların qiyməti maşallahı var. Amma orada çox qiyməti münasibdir. Da yay qutarda deyərsiniz ki, indi niyə almısan? Çünki qızlar endirimə düşmüşdü bu Centella'nın SPF-i, 50 SPF-dir və çox qəşəngdir də. Bir də ki, bu kremdir qızlar. O SPF idi, bu adi kremdir. Həm nəmləndirici gedir, həm bərpa edici gedir. İnşallah istifadə edeyim. Effektlərini sizlərlə bölüşəcəm, amma çox təriflənən bir kremdir. Baxın, bu. Bunu açmıram ki, gələn istifadə edeyim. Açsam gərək 12 ay ərzində istifadə edeyim. Çünki üstündə də qeyd olunduğu kimi, burada qeyd olunub ki, açdınsa 12 ay ərzində istifadə eləməlisən. Bu arada qızlar, YesStyle'dan sifariş eləsəz, endirim kodunu qoyuram. Bura istifadə edə bilərsiniz. Qızlar, family yazmaqdan həsaslan, orada təzə yer açılıb, gedə bilərik. İndi gəlin məni götürür. Təcili oldu. Əynimə nə gəldi, keçirdim, qaçırıb indi ora. Son 2-3 yumadan sonra saçımın rənginin narıncılaşdığını belə hiss eləmişəm. Bilmirəm yaraşır mənə ya yox, amma mən saçımın rəngində qızlar dəyişiklik eləmək istəyirəm. Əvvəla qızlarım, onu deyim ki, mən bura reklam üçün gəlməmişəm. Yəni reklam məqsədli çəkiliş deyil bu. Sadəcə özümə çox maraqlı gəldi ki, bloger qızlar paylaşırdılar çox qəşəng geyimlər, həm də ki, o qədər ucuz qiymətə. Ucuz deyirəm qızlar, amma məhsulların bir çoxlarına görə qiymətinə baxanda ucuz gəlmədi mənə. Yəni keyfiyyətinə görə deyərdim ki, hətta bəziləri mənə baha belə gəldi. Amma sırf 50% endirimə görə almağa dəyər. Yəni misal üçün etiketdə 20 manat yazılırsa, kassada siz 10 manat ödəyirsiniz.
qəşəngdir. Biz mağazaya girəndə nə qədər adamın çıxdığını görürdük. Əllərində də təsəvvür eləyin Fulla Modanın 4-5 dənə kloku və içləri nə qədər dolu paltar. Və içəri girdik ki, həqiqətən çox izdiham var. Adam əlindən tərpənmək olmur. Əslində universitet öncəsidir. Buradan düşünürəm tələbə qızlar özlərinə çox qəşəng şeylər ala bilərlər. Çünki qiymətlər də münasibdir. 50% endirimlə. Kızlar bu paltarlar çok şirindir de, çok şirindir. Cins materialdır. Böyle cinsler de var. Kimse burada gizlədib deyəsən. Çok qəşəngdir bunlar. Bu köynəklər də qəşəngdir. Bunlar neçə? 12.99. Hələ ki qızlar bir dənə bunu götürmüşəm. Çok şirin köynəkdir. 20 manat 90 qəpik neçədir belə. Bu tişört. Bir de bundan da xoşum gəlib. Bunun arxasında böyle bir şey var. Məsələn, bunun materialını bəyəndim. Pambıq idi. 7 manat 99 qəpik idi. Kassada isə 4 manata başa gələcəkdi. Və qızlar nəyin şahidi oldum? Xanımlar tərəfdə kabinetin qabağında o qədər çox adam var idi ki, artıq qızlar çöldə geyinməyə başlamışdılar. Zəhmət olmasa bəylər var burada. Kabinet falan gerek olmasın. Kızlar sıra o kadar çoktu ki 2 tane şey götürmüştüm. Yani sırf kasaya göre götürəsi olmayacağım. Sıranı həqiqətən təsəvvür edə bilmərsiniz, dəhşət bir şeydir. Sırf sıraya göre hepsini götürəsi olmadım. Sadəcə baxıb çıxacağıq. Mən özümə 2 köynək seçmişdim. Famil özünə şalvar köynək seçmişdi. Güya ki biz onları baxacaqdıq. Sonra Famil şalvarı qoydu, dedi lazım deyil. Eybi yox, köynəyi götürəcəm, geyinmədən də olsa. Amma sıranı gördük. Famil dedi ki, bunları mənə 1 manata versələr, pulsuz da versələr, əsla mən o sırada dayanıb gözləmərəm. Əslində indirimlə qızlar çox yaxşıdır, amma vay da, yəni vallahi. Bir dənə qaldım belə, yoxsa qəşəng şeylər var əslində götürmək olardı. 50% endirimlə çox sərf eləyir də. Bir dənə bu kassa məsələsi sizinlə boyda, yəni çəkmədim, cəmaatı çəkməyim deyə, amma təsəvvür eləyəcəyinizdən də çox adam var. Çox şirin şeylər var qızlar, çox qəşəngdir bunlar. Bunlar qətvələr da. Bunlar neçədir? 20.99 düşür 10 manata. 10.50. Çok şirindir bu. Bura uşaq hissəsidir, amma bunun valla mən də geyinərəm. 36.49-dan 18.20-yə, 25-ə. Famil dedi ki, almırsansa, niyə bu qədər gəzirsən deyirəm, çünki vloga çəkirəm də. 15 gün şey olsa da 15 gündən sonra öz qiymətli olacaq. Son zamanlar mənim ən çox qulaq asdığım mahnı Polad Bülbüloğlu'nun Gözlə Məni mahnısıdır. Ona mütləq qulaq asın qızlar.
Nəhayət ki, bugün məndən neçə vaxtı istənən həmin o mövzu barədə o manifest texnikasının videosunu çəkirəm. Kanalımda düşüncə gücünə dair playlist var. Əgər sizə də maraqlıdırsa və videoya baxmamısınızsa, mütləq şəkildə keçid edib baxın. Danışdığım mövzu isə düzgün insanı və sağlam münasibəti həyatına necə çəkərsən. Bu arada canlarım, əgər hələ də mənim kanalıma abunə deyilsinizsə, sizdən bir xahişim var. Oradakı o kliki basırsınız və kanalıma abunə olursunuz. Təşəkkür edirəm. Qızlar, fulla modadan yaranmasaq da, o tərəfdə, Həzaslanov tərəfdə bir dənə belə tekstil mağazası var. Belə bir şey aldım, bir dənə açım tez. Sizcə bunun qiyməti necədir? Pambıqdır, Türkiyənindir, 2 metrin 2.20-yə prostinidir. Sonra bu deyəsən yorğanın üzüdür, 2.40-dan 2.60-a. 2 dənə də 50-dən 70-ə balış ölçüsü var. Deməli, bu belə bir şeydir. Baxın, çox xoşuma gəldi. Trendy Home Collection-dandır. Materialına baxdım, orada qəşəngdir. Belə rəngi var. Deməli, balışları da yaşıldır, prostini də yaşıldır, amma belə yorğan üzü yarpaqlı bir şeydir. Materialı həqiqətən çox qəşəngdir. Yəni tərlədən material deyil, biraz qalın pambıqdır. Amma indi yuyub istifadə edəcəm. İnşallah ki, qəşəng olar. Qiymətini də sizə deyim, bunun qiyməti yazılmışdı qırağımda. Boy, qızlar 38 manat. Bilmirəm, siz nə düşünürsünüz? Qiyməti necədir bunun? Yaxşıdır yoxsa yox? Bu arada axşama toyuq qızartması eləyirəm. Kartofla belə bir şey. Axşam qızlar robot tostlarını qoşmuşam. Bir də buna bax. Utanmaz, qorxur. Kızlar, Luna yoruldu və yatdı. Qızlarım, canlarım, indi deyirsiniz ki, bu qız yenə nə iş görür mətbəxdə, niyə gəlib? Keçən dəfə Familin BBC-gildə qonaqlıqdaydıq. Ümid edirəm bunun klopun səsi sizi narahat eləmir. Çünki mikrofon qoşmuşam. Amma yeni səs gələ bilər, üzrlü sayın. Familin BBC-gildə qonaqlıqdaydıq. Və orada mən göyəm turşusu yedim. Normalda mən yayda turşu sevən deyiləm. Yayda qətiyyən turşu yemirəm də. Yəni, ürək istəmir də. Ancaq bu məndə elə deyil, hamıda elədir. Turşunu əsas yeyirsən qışda. Amma bu turşunu bibi o qədər gözəl eləmişdi. O qədər gözəl eləmişdi ki, yəni ürəyim getdi də. Nəysə, gələndən orada demədim ki, bildim ki, verəcək. Ona görə evə gəldi. Ondan 1-2 gün sonra, qonaqlıqdan sonra elə soruşdum ondan ki, ay bibi, sən bunu necə hazırlamışdın? O dedi, ay qızım, sən hazırlama, mən sənə verəcəm. Dedim, yox, mən özüm hazırlamaq istəyirəm. Ona görə o da məndə reseptini dedi, sağ olsun. İndi 1 kilo üçün dedi, indi mən eləyəcəm. Burada Famil sağ olsun 2 kilo yarım alıb ki, çox elə. Kişilərdə də belə şey var da. Nəysə qızlar, mən bunları gedim, yuyum, gəlim, başlayaq. Amma bircə o nəzərimdən qaçmışdı ki, Familə deyim ki, göyəmlər biraz bərk olmalıdır. Amma sonra da fikirləşirəm, lap desəydim bərk olmalıdır. Durub o hamısını bir-bir yoxlayası deyildi ki, bir-bir yığmalı deyildi ki. İndi deyirsiniz ki, nə fərqi var? Yumuşaq olsun, bərk olsun. Əsas odur ki, olsun və sən ondan turşu hazırlaya bilirsən. Bunu bilirsiniz niyə görə deyirəm qızlar? Çünki mən bəzi videolara baxırdım. Orada daş kimi belə göyəmlər idi və tumunu elə rahat çıxarırdı ki, elə qəşəng bölürdü. Amma mən biraz burada əziyyət çəkdim. Ona da deyim ki, bu mənim süftə bismillahımdır. Yəni ömrümdə ilk dəfədir ki, turşu bağlayacağam. YouTube'da bəzi videolara baxdım ki, orada sirkə vurmurlar. Amma bibi dedi ki, mən sirkə vurmuşam, sən də sirkə vur. Və araşdırdım ki, sirkə vuranda turşu daha tez əmələ gəlirmiş. Ona görə də gələn vloqa mütləq baxın. Artıq onu da açıb sizə göstərəcəm ki, necə çıxdı. Və onu da deyim ki, insan bəzi şeyləri özü yaşamadan, yəni özü təcrübə etmədən başqalarını başa düşməyə mümkün deyil. Mən həmişə mamaya deyirdim ki, nəyvə lazımdır özünü yorursan, bağlama, qışda lazım olanda alarıq. Amma indi proses zamanı özüm hazırlaya o qədər zövq aldım ki bu prosesdən, yəni özümü belə təsəvvür eləməmişdim. Əgər kiməsə maraqlı olsa, istəsəniz reseptini sizlər üçün yazaram, amma mənə rəyləri mütləq yazın.
Siz soruşmadan mən deyim, güya bu gün mən dərziliyi eləyəcəkdim, amma bir də baxdım ki, həmin aparat 4 dənə ya 5 dənə batareya ilə işləyir və bizim də evdə batareya yoxdur. Ona görə paltarım qaldı belə. Belə qəşəng suyunu salıb qızlar. İndi mən bunu bankalara dolduracağam belə. Ağzını da sonra bankalara doldurub qaynadacağam biraz 20 dəqiqə falan elə bankanın içində. Ondan sonra ağzını bağlayıb qoyacağam, getsin. Əslində qızların vloqlara ara verməməyə çalışıram. Çalışıram ki, tez-tez vloqlar atım. Amma ki, son zamanlar elə bir işlərin üstündəyəm, elə bir layihələrlə işləyirəm ki, öz işlərimə həqiqi mənada başım çox qarışıb. Bir sözlə öz üzərimdə çalışıram, özümü inkişaf elətdirirəm və bunları da ona görə eləyirəm ki, başqalarına xidmət göstərə bilim. Videoda belə bir bez qoymuşdu içinə və soyuq su tökmüşdü. İndi qoyacağım bankaları bunun içində qaynasın. Təqribən videoda 1 saat deyir mən, amma Bibi dedi ki 20 dəqiqə maksimum bəsdir. Mən də elə Bibi dediyi kimi eləyəcəm. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Gələn vloqlarda görüşərik.